Bu videomuzda müəyyən miqdar sayları və təqribi miqdar saylarının ortaq cəhətləri haqqında danışacağıq. Keçək izaha. Təqribi miqdar sayları ya 2-dir, ya 3-dür, ya 4-dür, ya 5-dir. Müəyyən isə daha dəqiqdir, 5 konkretdir. Demək, müəyyən miqdar sayları neçə sualına cavab verir. Təqribi miqdar saylarında da hardasa müəyyənə yaxınlıq vardı ya, o da neçə sualına cavab verir. Normalda qeyri-müəyyən miqdar sayları neçə sualına cavab verməz. Çünki neçə sualı dəqiqlik ifadə edir. Qeyri-müəyyən miqdar sayları nə qədər sualına cavab verir. Amma təqribi miqdar sayları, hansı ki qeyri-müəyyənin tərkibindədir bu saylar, nə qədər də sualına cavab verə bilər, neçə sualına da cavab verə bilər. Yəni, neçə sualına cavab vermək onların birinci ortaq cəhətidir. İkinci ortaq cəhət isə numerativ sözlərlə işlənə bilməkdir. Biz adətən deyirik ki, numerativ sözlər müəyyən miqdar sayları və isimlər arasında olur. Amma qeyri-müəyyənin tərkibindəki təqribi miqdar sayları da işlənə bilər. Bu nümunələrə baxaq. 3 nəfər adam, 3-4 nəfər adam. 3 müəyyən miqdar saydır, nəfər numerativ sözdür. 3-4 təqribi miqdar saydır, nəfər numerativ sözdür. Yəni, həm müəyyən miqdar sayları, həm də təqribi saylar numerativ sözlərlə işlənə bilər. Deməli, 2 dənə ortaq cəhəti oldu. Bir neçə sualı, bir də numerativ sözlərlə işlənə bilmək. Əgər bu tipdə olan fərqli izahlara baxmaq istəyirsinizsə, ekranın bu hissəsindən kanala abunə olun.